Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli cənab baş nazir və hökumət üzvləri, media nümayəndələri, hesab edirəm ki, hökumətin fəaliyyətini qiymətləndirmək üçün çox sayda statistik rəqəmlər və görülən işlərdən danışmaqdan daha çox bir meyarı əsas götürmək lazımdır. Beynəlxalq hüququn iflasa uğradığı dünyada Azərbaycanı təhlükəsizlik və sabitlik adasına çevirməkdən böyük iş yoxdur və hökumət bu işi bacardığına görə uğurlu sayıla bilər. Hesabatda kifayət qədər bütün məsələlərə toxunubdur və ən müsbət tərəflərindən biri yenə də ənənəni davam etdirməkdir. Bu nə ənənədir? Millət vəkillərinin burada qaldırdığı problemlərin hər birinin ayrı-ayrılıqda cavabı bu hesabatda yer alıb. Təbii ki, cavabın qane edən, qane etməyən tərəfləri ola bilər. Əsas məsələ həssaslıqla burada səsləndirilən fikirlərə yanaşmaqdır və bu da müsbət tendensiya kimi qiymətləndirilməlidir. Burada birinci növbədə hökumətin gördüyü işlərin başında ötən il Azərbaycanda keçirilən tədbirlərin xarakterinə baxsaq kifayət eləyər. Bu tədbirlərin içində xüsusilə COP29 kimi qlobal maştablı bir tədbirin Azərbaycanda uğurla həyata keçirilməsi hökumətin nə qədər qabiliyyətli və bu beynəlxalq səviyyəli tədbirlərə ev sahibi etmək gücünü ortaya qoyur və Azərbaycanın nüfuzu üçün bu olduqca vacibdir. Hələ digər tədbirləri vaxta görə mən sadalamaq istəmirəm. Burada əsas məsələlər qeyd olundu və bu səslənən fikirlərin böyük əksəriyyətə razıyam. Mən başqa bir problemə, vacib problemə toxunmaq istəyirəm. Xüsusilə də millət vəkili seçildiyim Sabunçu rayon ərazisində olan ən vacib aktual problemə. Çünki vətəndaşlar bundan çox sayda şikayətlər bizə daxil olur. Burada hörmətli baş nazirimiz Əlim çıxışında qeyd elədi ki, qəzalı binalarla bağlı 50 milyon manat vəsait ayrılıbdır. Bu sahədə təbii ki, hökumət tərəfindən müəyyən işlər görülür və yəqin ki, irəlidə də görüləcəkdir. Bir şey qeyd etmək istəyirəm ki, Sabunçu qəsəbəsində, demək rayon ərazisində bütövlükdə olan bütün qəsəbələrdə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində inşa edilmiş yüzlərlə bina var, yaşayış binası. Və bu binaların böyük əksəriyyəti müddəti, istismar müddəti keçdiyinə görə yaşamaq üçün uyğun şəraitdə deyil. Və bu binalarla bağlı təqribən 230 qəzalı bina mövcuddur bu Bakıxanov və Sabunçu qəsəbəsində və bunlardan yalnız 47 çox mənzilli binada Fövqəladə Halların Müvafiq Nazirliyinin müvafiq aktları əsasında qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib olunmuşdur. Digərlərini isə akt tərtib etmək müəyyən dərəcədə çətinlik yaradır. Çünki müraciət olmalıdır, vəsait olmalıdır bunun həll olunması üçün. Amma bu da bir reallıqdır ki, icra hakimiyyətlərində belə bir vəsait nəzərdə tutulmadığına görə bunu gerçəkləşdirmək olmur. Amma bu binalarda hamısında Azərbaycan vətəndaşları yaşayır. Sabah hansısa bir hadisə baş verəndə biz sonradan onun peşmançılığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Təsəvvür eləyin ki, 174 qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli çox sayda binanın sakinləri gözləyirlər ki, hansısa formada bu məsələyə əncam çəkilsin. Fikrimcə, bu məsələdə problem nədədir? Sahibkarların bu prosesə cəlb olunması. Onlarla sahibkar bizə müraciət edir ki, vəsaitim var, mən söküb tikə bilərəm, amma buna imkan verilməlidir və stimullaşdırılmalıdır. Əgər belə bir stimullaşdırma olarsa, bu problem kökündən həll oluna bilər. Çünki dövlətin büdcəsi hesabına biz Qarabağı bərpa edirik. Yüzlərlə problemimiz var. Mütləq bu prosesə sahibkarların geniş şəkildə və maneəsiz cəlb olunması zəruridir. Təsəvvür eləyin ki, binalar, hətta tikilən, bu sökülən evlər, qəzalı evlərdə belə 1300 manat civarında vətəndaşa vəsait verilir. 3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı mənzil alma imkanını əldə eləyə bilmir. Çünki ona verilən 80 min, 100 min, amma bazarda real qiyməti 200 mindir. Məcbur olur şəhər ətrafı yerlərdə gedib qanunsuz tikintilər aparmağa, özləri üçün yaşayış evləri tikirlər, gecə qondular tikirlər və bu da icra hakimiyyəti ilə vətəndaşlar arasında ciddi problemlərin yaranmasına səbəb olur. Kiminsə evini söhmək elə asan məsələ deyil. Yəni bu məsələ ətrafında da məncə düşünməyimiz lazımdır ki,
sahibkarlar vətəndaşla danışaraq bu problemi rahatlıqla həll edə bilərlər. Digər bir vacib məsələ zirzəmilərdə yığışan su məsələsidir, qurun suları məsələsidir. Təsəvvür edin ki, Bakıxanov ərazisində 241 çoxmənzilli yaşayış binasının bünövrəsi monolit dəmir beton karkas olmadığından, lentvari bünövrə olduğundan zirzəmilərdən qurun sularının kənarlaşdırılması mümkün deyil. Bu qədər əhali, 10 minlərlə əhali qurun sularının olduğu binanın içində yaşayır. Təsəvvür edin, yayda ağcaqanadların əlindən və başqa deyək ki, həşəratların əlindən onların nə istirab çəkdiyi bəlli olur. Ona görə də bu məsələnin də həlli istiqamətində ancaq odur ki, müxtəlif formalarda stimullaşdırmaq, yeni binaların tikilməsi, abadlıq işlərinin aparılması vacibdir. Sonda bir məsələyə də toxunmaq istəyirəm. Bu yaxınlarda biz Prezident Administrasiyasının siyasi partiyalarla şöbəsinin təşəbbüsü ilə Qarabağda səfərdə olduq, Xan kəndində. Orada möhtəşəm bir Qarabağ Universiteti tikintisini, onun korpuslarının, yataqxana sektorunun tikintisinin şahidi olduq. Bu olduqca sevindiricidir. Mən fikirləşirəm ki, məhz tələbələrin o bölgəyə axını sayəsində Qarabağda canlı həyat özünü hiss etdirməkdədir. Biz başqa bölgələrdə də mütləq bu universitet modelindən istifadə eləməliyik. Bakıdakı universiteti köçürəkmi, yeni bir universitetlər açaqmı? Əsas olsun ki, təhsil mühiti olanda, sosial həyat olanda axınla insanlar bölgələrə gedəcəklər. Çünki Bakının tıxacında nə qədər əziyyət çəkdiklərini hamımız gündəlik həyatımızda müşahidə edirik. Bütövlükdə mən hökumətin fəaliyyətini müsbət qiymətləndirirəm və səs verəcəyəm deyinə. Təşəkkür edirəm.